Etiraf edim ki, tort yığmaq məni çox qorxudurdu. Krem axar, qatlar düşər, yaxşı alınmaz. Hər dəfə indi dağılacaq deyə, hətta hazır olduqdan sonra belə içimdə həyəcan qalırdı. Bəzən istədiyim kimi alınmırdı, amma yenə də davam edirdim. O qədər olub ki, biskvitləri hazırlamışam, yaxşı çıxmayıb. Sonra yenidən etmişəm və beləcə zamanla mükəmməl biskvit hazırlamağı öyrənmişəm. Məncə hamı da belə olur. Ona görə siz də gözünüzü qorxutmayın. Başlamaq istəyirsinizsə, elə bugün başlayın. Zamanla başa düşdüm ki, tort tələsməyi sevmir. Nə qədər sakit olsan, o da bir o qədər gözəl alınır. İndi tort yığmaq mənim üçün sadəcə hazırlıq deyil. Biraz sakitlik, biraz səbir, biraz düşüncə deməkdir. Hər qatı qoyanda öz-özümə deyirəm, əsas mükəmməl olsun, yox, sevgi ilə olsun. Bəlkə də tortlar ona görə bu qədər gözəl, dadlı alınır. Çünki içində tələskənlik yox, sevgi və niyyət var. Həmişə tortun çəkisini soruşursunuz, qiyməti ilə maraqlanırsınız. Bu tortun çəkisi 2 kilo, qiyməti isə 35 manatdır. Sizcə tortu dadlı edən nədir? Kremi, biskviti, yoxsa sevgi ilə hazırlanmağı? Hər kəs fikirlərini rəydə yazsın, bir-bir hamısını oxuyub cavablayacağam. Hələlik.